Biz bu günləri Almaniyanın Essen şəhərində Əhmədi Sülh və Nur dininin inananları olaraq öz şüarlarımızı səsləndirərək bir yürüyüş keçirdik. Yürüyüşümüzdə əsas məqsədimiz bu idi ki, insanlıq əsas məsələdir, insanlıq öndədir. Yəni din nə kilsədir, nə məsciddir, nə kitabdır. Din sadəcə insanlıqdır. Bugün dünyanın bütün hər yerində Ukraynası, Rusiyası, Fələstini və məzlum olan neçə ölkələrdə insanlığa ehtiyac var. Allahın təyin elədiyi xəlifəsi Əbu Sadiq Abdullah Haşim əleyhissalam bu insanlığı xilas eləyəcək. Və bu insanlıq da ancaq insanlıqla xilas ola bilər. Nə ibadətlərlə, nə kitablarla, nə məscid, nə də kilsələrlə. Və biz bugün şüarımızda bütün insanlığı Əbu Sadiq əleyhissalamın haqq çağırışını dinləməyə çağırdıq. Bütün insanlığa Əbu Sadiq əleyhissalamdan salam olsun və sizi Almaniyanın Essen şəhərindən də bu haqq sözü dinləməyə dəvət